Azərbaycanın teatr və kino aktrisası bir neçə Azərbaycan kinosunda yadda qalan obrazlar yaratmış aktrisa Leyla Rızayeva haqqında danışacağım. Leyla xanım Rızayeva 21 aprel 1930-cu ildə Bakıda anadan olub. Uşaqlıq illəri 2-ci Dünya Müharibəsi dövrünə təsadüf edən Leyla Rızayeva orta məktəbi başa vurandan sonra Azərbaycan Teatr İnstitutuna daxil olub. Xalq artisti, rejissor Mehdi Məmmədovun sinfində təhsil alıb. Daha sonra Akademik Milli Dram Teatrına dəvət olunub və orada səhnə fəaliyyətinə başlayıb. Aktrisa ömrünün sonuna kimi həmin teatrda fəaliyyət göstərib. Leyla Rızayeva Akademik Milli Dram Teatrında səhnəyə qoyulmuş Xoşbəxtlər tamaşasında Gülər, Şöhrət və ya Unudulan adamda Stenografçı, Ana ürəyində Nurəngiz, Vaqifdə Tükəzban, Əliqulu evlənirdə Yasəmən kimi maraqlı rollar yaratmışdır. Leyla xanım Rızayeva Akademik Milli Dram Teatrında az müddət çalışıb. Mən bunu aktyorumuz Rafiq Əzimovdan soruşdum və mənə bildirdi ki, çox az müddət işləyib. Leyla xanım Azərbaycan kinosunda da yadda qalan obrazlar yaratmışdır. 1959-cu ildə Əsl Dost filmində epizodik rolda. Sən ürəyinlə neynədin Bilqis? Mənim ağlım nə desə ürəyim də onu eləyir. Bəs Fərman? Ona söz verməmişdim ki. Mənim Fərmanla aqibətim nə olacaqdı? Mən çox axtardım, axır ki tapdım. 1960-cı ildə Səhər filmində Əzizbəyovun xanımı. Kim ola? Qorxma, qorxma. 1962-ci ildə Böyük Dayaq filmində Səkinə ana. Anası bu işə necə razı olub? Yavaş. Yazıq qızın nə atası var, nə də anası. Hər ikisi 43-cü ildə müharibədə həlak olub. Tifil tək tənhadır. ...1966-cı ildə İstintaq davam edir filmində Səlimin anası obrazını yaratmışdır. Təhqirdir, kəs səsini! Mirəhmət. Nə mürəhmət salmışsan? Heç bilirsən oğlun kimlərlə oturub durur? Həftələrlə harada itib batır? Pardon? Halo? Ha, mənəm. Həmişəki yerdə? Yaxşı. Amma xahiş edirəm, sizin saatınızla olmasın. Oğlum, Leyla xanımın ən yadda qalan rolu 1962-ci ildə lentə alınan Böyük Dayaq filmindəki Səkinə ana obrazı olur. Leyla xanıma ən böyük uğuru Böyük Dayaq filmindəki Səkinə ana rolu gətirib.
Aktrisa həmin filmə çəkilərkən cəmi 32 yaşı olub. Amma gənc olmasına baxmayaraq 32 yaşlı Leyla xanım yaşlı ana obrazının öhdəsindən çox məharətlə gələrək filmin rejissoru Həbib İsmayılovun etimadını doğruldub, həm də tamaşaçıların sevilməsinə çevrilib. Leyla xanımın filmoqrafiyasında qeyd olunub ki, o kinoya xalq artisti Ələsgər Ələkbərovun dəvəti ilə gəlib. Bu da səhv məlumatdır. Çünki Leyla xanım ondan əvvəl Əsl Dost, Səhər filmlərində artıq çəkilmişdi. Bu da səhv məlumatdır, orada qeyd olunub. Leyla xanımın böyük qızı Məsumə Rızayeva da aktrisa olub. Məsumə xanım 30 ildən çox musiqili komediya teatrının aktrisası olub. 1949-cu ildə dünyaya gəlmiş Məsumə xanım 2002-ci ildə 53 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Leyla xanım Rızayeva həyatda 2 dəfə ailə həyatı qurub. Birinci həyat yoldaşı Məmmədtağı kişidən 3 övladı olub. Məsumə, Xanlar və Qəmər xanım. İkinci həyat yoldaşı Adildən isə Əziz adlı bir oğlu dünyaya gəlib. Leyla xanım Rızayevanın birinci həyat yoldaşı Məmmədtağı kişidən olan qızı Qəmər xanım və ikinci evliliyindən dünyaya gəlmiş Əziz isə hazırda sağdılar. Bildiyim qədər birinci həyat yoldaşı Məmmədtağı kişi İran millətindəndir. Leyla xanım Rızayevanın digər qızı Qəmər xanım məşhur müğənni, xalq artisti Elxan Əhədzadənin həyat yoldaşı olub. Bu evliliyindən onların Əhəd adlı bir oğlanları olub. Amma atasının ölümündən sonra Əhəd də dünyasını dəyişib. Elxan Əhədzadənin məzarı burada deyil. Səhv etmirəmsə o Xırdalan məzarlığında dəfn olunub. Amma oğlu Əhədin məzarı da buradadır. Leyla xanım həyatda bəxti gətirməyən qadınlardan biri olub. Əcəl onu erkən yaxalayıb. Aktrisa 5 noyabr 1970-ci ildə beyninə qan sızmasından dünyasını dəyişib. Dünyasını dəyişərkən Leyla xanımın cəmi 40 yaşı olub. Böyük qızı Məsumə xanım Rızayeva da xərçəng xəstəliyindən dünyasını dəyişib. Məsumə xanım da anası ilə bir məzarda dəfn olunublar. Səhv etmirəmsə Leyla xanımın Sona adlı nəvəsi var və buranı tez-tez ziyarət edir. Mən də hər dəfə Yasamal məzarlığına gələndə Leyla xanımın məzarını ziyarət edirəm. Leyla xanım həyatda Böyük Dayaq filmindəki kimi də xaraktercə mehriban, xoş xasiyyətli, ədəb ərkanlı xanım olub. Bu yaxınlarda sosial şəbəkələrdə bir müğənnimiz bildirib ki, məzarlığı ziyarət etmək mənə çatmır. Bunları bildirib. Mən həmin müğənniyə üzümü tutub deyirəm ki, belə incə məqamlara toxunmayın. Ola bilər sizə çatmasın. Amma insan var ki, hər zaman sirrin ata-anasına deyib, indi də dərdini, sirrini məzarlıqda onlara danışıb təskinlik tapır. Məncə ölüsü olmayanlara çatmır. Leyla xanım haqqında qısa olsa da
bu videonu çəkdim ki, Leyla xanımın vəfatından 50 il keçsə də biz yenə də onu unutmuruq və heç vaxta unutmayacağıq. Gəlmişkən də Leyla xanımın məzarı təmizdir, çünki buranı tez-tez ziyarət edirlər. Yenə də gəlmişkən də Leyla xanımın məzarının ətrafını yuyub təmizləyəcəm. Çünki bunu özümə borc bilirəm. Leyla xanım haqqında qısa olsa da sizlərlə bölüşdüm. Bura təmiz idi. Burada biraz otlar çıxmışdı. Onları da təmizlədim. Allah Leyla xanıma və onun qızı Məsumə xanıma rəhmət eləsin. Ruhları şad olsun. Leyla xanımın həyat yoldaşı Məmməddağı kişi və oğlu xanların da məzarı buradadır. Onlar da bir yerdə dəfn olunublar. Məmməddağı kişi əslən İran millətindəndir. 1910-cu ildə anadan olub və 1973-cü ildə dünyasını dəyişib. Oğlu xanlar da 1947-ci ildə anadan olub və 2003-cü ildə infarktdan dünyasını dəyişib. Allah onlara da rəhmət eləsin, ruhları şad olsun. Burada gəlmişkən də onların da məzarını, ətrafını yuyub təmizləyəcəm. Allah onlara da rəhmət eləsin.